değilsin sen. Biz sadece vitamin içirik. Biz xəstə deyilik. Xəstədim. Yox, xəstə deyilsən o xana. Al, deyəm. Bəsdir. Əla. Oldun güclü. Aferin sənə. Все, gittin də ana ortalığı yıx. Qalmadı dedi. Noşica. Böyük oğlan ol, güclü oğlan ol deyə anası. Hər kəsə salam, kanalıma və yeni bir vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? Ümid edirəm hər kəs yaxşıdır. Məni bir neçə izləyici təşəkkür edirəm. Yazıb soruşurdunuz. Bu arada 2 həftədən çox da uzun vlog paylaşa bilmirdim. Bunun səbəbi xəstə olmağım idi. Yəni bu pis viruslara tutulmuşduq. Biraz yox, bir neçə gün Ömər qızdırdı. 39 yarıma qədər qızdırması qalxırdı və mən yəni heç vlog, YouTube falan hayında değildim. Çox şükür amma xəstəlikdə, bütün sıxıntılarda əlbəttə insanlar üçün bir sınaqdır. Bu sınaqdan da anlaçıq üzə inşallah ki çıxa bildik. Çox şükür ki xəstəlikdə bizdən soğuşdu. Görsən? Çünki sən tualetə getməyi öyrənmirsən. Aferin, qaçma, tərləyərsən Ömər. Tuvaletə getməyi öyrənib deyə xalçaları sərmişəm. Onun uşağın xalçasını da sərmişəm və çox sevim. Burada Ömərin üstürü 3 aşamalı yanır. Pərdəni açım. Qəşəng günəş düşdü. Qaçma, bax tərləyəcəksən. Normal oyna, amma çox qaçma. Bax, ana pərdəni də yürüyür, ana. Gör nə qəşəng olur. Hə. Gördün nə gözəl olur. Tam bakalım. Deyək baxın gözündə nə var. Buraya gəl. Kim gözü? Gəl bura, buradadır. Əmər, bura gəl də. Yaxşısı, git. Sizin uşaqlar da yatağında dalaşırlar kravatla qızlar. Mənim oğlum dalaşır. Kravatla, ədyalla, yorğanla. Sələqəyə saldım. Bitti bura. Və burada tərtəmizdir. Bitti. Hadi səhər gəldim. Mətbəxə. Və başladım səhər yeməyini hazırlamağa. Özüm üçün yulaflı omlet hazırladım. Ömər üçün də yumurta pomidor hazırlamışdım. Onu birinci yedirtdim. İndi öz yeməyimi hazırlayıram. Bu arada onu da qeyd edim ki, səhifəmə çoxlu yeni izləyicilər gəlib. Çox təşəkkür edirəm izləməyə aldığınıza görə. Bəyəndiyinizə görə, gözəl rəylər yazdığınıza görə. Amma ən böyük təşəkkür Kübra bacımadır. Aşağıda vlogun altında etiketləyəcəm səhifəsində. İnşallah ki vlogumu görər və rəylərdə də özü gələr. Elə səhifəsini yorumlarda görmüş olarsınız. O gün vloglarının birində məni paylaşıb səhifəmi. Mən çox sevindim ki, belə gözəl, dəyərli bir xanım boş zamanında, nə bilim, bir evdəki işlərinə biraz fasilə verəndə mənim vloglarımı oturub izləyir. Özü də sevərək izləyir. Təşəkkür edirəm ki, xanıma dəstək oldu. Həqiqətən də heç bir paxıllıq hissi olmadan məni paylaşdı. Bu çox təqdirə layiqdir, çox minnətdaram. Bu arada Kübra bacımız da özü bilmirdi ki, mən onu əslində izləyirəm. Əslində bir neçə dəfə komment yazmışam ona. Bəlkə də ola bilər, adıma çox da diqqət etməyib. O da ola bilər. Çünki yüzlərlə kommentlər gəlir, yorumlar gəlir. Bir-iki dəfə olub yorum yazmışam. Hər dəfə yorum yazmağa vaxt həqiqətən olmur. Amma mən də onun vloglarını izləyirəm sevərək. Hətta köhnə 10.000 nə qədərlik səhifəsindən, yəni izləyirdim onu. Sonra birdən gördüm səhifə yoxdur və sonradan yeni səhifəsinin kəşf etdən qarşıma çıxdı videosu və beləliklə onda abunə oldum. İnşallah ki, çox istəyərəm ki, bundan sonra da daima belə necə deyim, söhbətləşəcəyim bir bacımız olsun. Yəni mənim bacım olsun. İnşallah biz onunla artıq şəxsidə də danışırıq və buna həqiqətən çox şadam. Belə bir mədəni xanımla, dəyərli, ailəcanlı bir xanımla həm söhbət olduğuma, fikirlərimiz də çox uyur. Həyat tərzlərimiz də əslində çox uyur. Yəni ailə, necə deyim, bu düzənimiz, ailəyə baxış açımız deyim, baxış bucağımız daha doğrusu deyim.
Bu tür sözlər də dilimizə yatıb çıxmaq bilmir, üzrlü sayın. Yəni çox şad oldum həqiqətən və sayəsində də yüzlərlə gözəl xanımlar qazandım. Burada da qızlar hicabımı göstərirəm. Görürsüz, altda boyneni göstərirəm ki, necə taxmışam. Yəni boyne görünmədən taxmaq belə olur. O gün bir iki izləyici yazmışdı ki, mənə necə taxırsınız, belə taxıram. Və üstdən də bu böyük şal, bu rəhmətlik nənəmindir. Bu arada yorumlarda nənəmə rəhmət oxusaz çox şad olaram. Çox sevərək işlədirəm onu da, şallarını, kəlağaylarını. Belə soyuqdur deyə bunu da üstdən belə taxıram. Belə qızlar, özüm üçün südlü, darçınlı bir qarşım hazırlamışdım. Səhər məni daha belə güclü saxlayır. Çıxıram artıq evdən. İşte baxın, belədir buralar, bütün qar olub. Emosiyamız falan qopub nəmişdikdən. İnşallah Allah imkan getirsin. Bu yay bütün bu şeyləri üz dəyişmək istəyirik. Dərbil hasarın üzü, evin bu hissələrini qəşəng düzəltmək istəyirik. Belə. Burada da uşaq oyuncaqları atıb. Takip atın. Beğenin. Şapşik. Şey mi? Geldim. Ay, maşını ısıttın Ömer. Sen xotladın Ömer. Ay Allah, baba yandırdı, sen yandırdın. Ay ne ağıllı oğlandı bu. Söndür ışığı maması, ayısı. Köynəyi kim alıb? Ne qəşəng köynəyim var. Baxım. Oy, ne qəşəng köynəyim var. Kim alıb bunu sənə? Baba, sənə heyran olum. Bəs bunu kim alıb bunu, üstəkini bunu? Xala. Onu da baba. Onu xala alıb. Bu da bu yaşılı xala alıb. Ne güzel kombinim var. Qızlar, biz gəldik, çatdıq nəhayət ki həkimə. Pediatr baxdı, həkim Öməri bütün müayinə elədi. Nərgiz doktor həqiqətən mükəmməl insandır. İlk öncə insan kimi insandır. Ömərə artıq əski heç bir dərman, vitamin, yəni pul xatirinə işini yazmadı. Bundan öncə 5-6 pediatr dəyişmişik. Nə bilim, infeksionist, dəri həkimi Ömərin ayağının altında durduq yerə dəri soyulurdu və dırnaqlarının üstündə də nöqtə-nöqtə deşiklər yaranırdı və bunun səbəbini heç kim tapa bilmirdi ki, bu nədən qaynaqlanır. Sonunda biz bildik ki, Ömər keçən il bağçada olarkən bir ayın ərzində 3 dəfə antibiotik ona həkim yazıb, pediatr, başqa pediatr. Və o antibiotik uşaqda fəsad verib, dəmir azlığı və D vitamini çatışmazlığı, eyni qaydada da dəri problemi, uşaq psoriyozu deyirlər, o problemi çıxardı bizə və uşaqlarda bu dəri soyulması ayaqlarda qanamaya qədər gətirib çıxarda bilər. Artıq çox ağır idi Ömərin ayağının altındakı vəziyyət, hətta burada bir şəkildə birləşdirəcəm. Ancaq Nərgiz doktorun sayəsində biz toparlandıq. Əlbəttə göydə Allah, yerdə onun sayəsində. Çox şükür ki, belə savadlı həkimlərimiz var. Həqiqətən Rəbbim heç kəsə dərmansız dərd verməsin. Çox şükür ki, balam da artıq sağalır. Yaxşı cavablar almışıq bu gün də. Allah həmd olsun, Rəbbim heç kəsi övladı ilə sınağa, canı ilə sınağa çəkməsin. Bu arada həkimdən çıxdıq. Atam sağ olsun, həmişə bir zəng qədər yaxınımdadır. Allah ondan razı olsun, Allah canına dəyməsin. Yoldaşım, yəni hər bir süddə bilirsiniz, hər an yanımızda ola bilmir. Ona görə atam sağ olsun, səhər tezdən gəldi və maşınla bizi apardı həkimə. İndi çıxmışıq burada, xəstəxana yanında böyük bravo var idi. Ömər babasına dedi ki, mənə bir şey al, sürpriz al. Baba da dedi ki, artıq bir il deyəndə ki, həm də bir 6 ay, 4-5 ay, 6 aya yaxındır ki, Ömər ən son, yəni 5 ay bundan qabaq yeyib şirniyyat. Həkim qətiyyən şirniyyat icazə vermir. Ümumiyyətlə Ömər əsə şirniyyat yemir, amma belə arada bir sevindirmək üçün nəsə kek falan evdə olur da pişirirəm. İndi də babasından istədi ki, ona barni alsın. Yəni belə mişqalı keklər olur, ondan alsın. Baba da ona yox deyə bilmədi. 2 dənə onun üçün barni götürdü. Belə qızlar çıx. İndi buradan da bir iki şey vardı. Onları alım, şampun falan seçirəm. Onları alım və gedək evə. Atam bizi evə qoyacaq. Sonra işləri var, ora gedəcək. Sənə heylan. Kimi ata belə stəkanlar var, qəşəngdilər.
6.99-da belə tort qabları var. Bazı hər Pankek satıyor. Değil mi? bilirəm, o mişkalı keksdən yeyir. Zaten evdə oyuncaqlarla. Yox. Yəni başqa. Barney hanı Barney? Ölçü burada da var. Yox, gəl bura. Bax, o ayanda var. Ay. Barney'ə baxaq. Ha, deyib, belə də var Ömər. Gözlə. Gəl. Gəl yanımda. Deyib, buradadılar. Var mıdır? Deyib, ozmadan götür Ömər. 2 dənə götürmüş qadam. Onların barnesi var. Hə, şu. Dede. Hə, alışveriş elədi də Ömər. Gördün, baba səni aldı. Gel, Getdik. gel, Gəl burada, gel maması baba, burada. Gel. Necə sən Ömər? Mesela Çox sağ ol de babaya. Çox sağ ol baba. Hə? Yaxşı, olar. Bugün özünü yaxşı apardın. Çok o. Ha, neçə vaxt yemirsən Ozmo? Bak. Tostu. Bir çaylı yemirsən. Ver açım, bir dənə yeyə bilərsən. Həkim icazə verdi bir dənə. Belə. Qızlar evə gələn kimi Öməri yuxu tutdu. Yorulmuşdu artıq 2-nin yarısı idi. 2-yə qalırdı biz evə çatanda və o yatdı durdu. O yatanda mən heç bir iş görməmişəm. Özüm də düzdür yatmamışam. Elə oturmuşam, gözləmişəm ki, yuxudan dursun. Ki səs olmasın da evdə. Belə indi onun pijamalarını yığışdırdım. Ortalığı sərgiyə salıram. Kurtka falan hər şey qalmışdı ortalıqda. İndi bunları yığışdırıram, papaltarı. Bu arada onu deyim ki, artıq dərin təmizliyə ehtiyac var. Yəni zaten məni çoxdan izləyən qızlar bilir ki, mən həmişə təmizlik eləyəndə eləyirəm ki, elə bir ki, həmişə dərin təmizlik eləyirəm də. Amma son zamanlar xəstəlik falan oldu deyə bizdə, yəqin ki, hamıda bu aralar belə olub. Məsəl üçün durmuş fanerin için tozunu alam, onu edeyim, bunu edeyim, bunları eləyə bilməmişəm. Sadəcə elə üstdən prisosda, üstdən deyəndə ki, prisosdayanda da dərindən prisoslayıram. Amma bir var ki, belə patologdan tut, belə dərindən qəşəng təmizlik, onu eləyə bilməmişəm. Çünki nasaz idim də, yəni alınmırdı. Uşaqla, yəni tək başına. Ona görə ancaq elə yeməyim əsas olsun deyirdim. Ortalıq sərgəlib, ev prisosdu, silirdim, tozları alırdım və uşağın üstü başı, dərmanı, vitamini belə. Elə burada da gördüyünüz kimi, yəni əslində şifanerim həmişə səliqəlidir. Orada balaca yük görürsünüz də. O mənim qonaqlar üçün ayırdığım yastıq, balaca yorğanlar falan, onları elə qoyuram, üstündə bağlayıram. Hələ ki, başqa bir alternativ bir fikir gəlmir ağlıma eləməyə. Ona görə belə oraya yerləşdirirəm. Bu arada mənim kurtkasının qolları nəsə çirk olub. İndi fərqinə varmışam. Onu da atacağım yumağa. Belə gəldim mən otağına. Buranda səliqəyə salım. Şifanerinə yerləşdirmişəm paltarlarını. Kamera. Bana ders demek. Sen çok fazla. Elini ağrıttı. Niye ağrıttı? Gel. Çizdi. Keçdi. Bu da ne? Baba. Panado. Ha? Peki de bana mı? Her şey var burada. Başka. Ne sen? Təzə qubqa çıxardıram. Ha? Qabları yumur. Yaxşı. Get biraz oyna. Skuter sür hələ. Qızlar, bugünkü vlog biraz günlük vlog kimi oldu. Çünki burada nə dərin təmizlik yoxdur, nə hansısa bir yeməyi bişirmirəm. Sadəcə səhər durandan nə eləmişəm. Rutin olaraq onu çəkmişəm sizin üçün. Dedim ki, heç vlogun olmamağından yaxşıdır. Çünki izləyicilərdən yazanlar var ki, nə çəkirsiniz çəkin. Bizə qəbuldur. Çox təşəkkür edirəm belə yazan, bilərək yazan xanımlara. Hətta yazanlar var ki, siz uşaqlısınız, bizi bilirik. Yəni gün ərzində nə eləsəz də, yəni çəkin. Adi bir iş görsəz belə çəkin. Ona görə də çəkdim sizlər üçün. Ömər də gedir, gəlir, kameraya baxır. Sizlərlə danışır. Belə qablarımı yudum. Ortalığı yığışdırdım. İndi Ömərə yemək hazırlayacağım. Onu yedirdim. Belə bir işim yoxdur bugün əslində. Nə istəyirsən demək? Ha var. Ömər deyir ki, kameranı aç. Kamera, hə?
Açdım. Buyur, sözlü də eşidirlər səni. Skuteru göstərmək istəyirsən? Yavaş. Çalıştım. Sürüşmə də, elə göstərmə. Biraz arxaya keç, çıxma üstünə. Belə uzaqdan göstər. Ha? Çıxma üstünə, belə göstər. Teşekkür. Ha ha. 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 Kızlar makaron pişirmişdim dünən axşamlar. Xırda tikəli ətlə, soğan, çay, qırmızı biber falan qatmışdım. İndi o isinsin biraz. Ömərə verim onu isin, qatıqla biraz. Belə. Datdıq, datdıq demirsən? Datdıq yox, qatıq. Kamerada, mən də bilirəm kamerada. Öpücük yolla xalalara. Küçük değil, kamera değil. Ha, yaxşı. Bay bay elə. Çəkmək üçündür, çəkmək üçündür. Sən bilirsən hər şeyi, mən bilirəm. Bay bay elə. Denə. Bye bye. Dəbələrə. Denə bizə abunə ol. Mesela abone ol. Uşaq o qədər eşidir ki, mən videolarda deyirəm ki, abunə olun. O gün mənə ayaqla aparam bunu. Mənə deyir ki, ana abunə ol. Ölmüşəm gülməkdə. Əvvəl başa düşmürəm nədir. Sonra başa düşdüm ki, deyir abunə ol. Hər kəs abunə olsun bizə. Like də eləsinlər. Yaxşı, like eləyin, abunə olun. Vlog izlədiyinizə görə hər kəsə təşəkkür edirik Ömərlə bərabər, hə? Allaha əmanət olsunlar. Allaha da əmanət olun qızlar. İnşallah görüşərik. Görüşürüz. Bunu gidin bunları yığışdırım.